Bakıda daha bir şəxs yol qəzasının qurbanı olub. Hadisə dünən Nizami rayonu Qaraqarayev prospekti 80A ünvanının qarşısında qeydə alınıb. Doğru Xəbər Azərbaycan bildirir ki, naməlum avtomobil 1948-ci il təvəllüdlü Mahirə Əhməd qızı Bayramovanı vurub. Piyada təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və gecə saatlarında həyatını itirib. Qəzanı törədən sürücünün və avtomobilinin axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Sumqayıtda zavodda partlayış baş verib. Report xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb. Belə ki, Sumqayıt sakini 1994-cü il təvəllüdlü Elməddin Səxavətoğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində texniki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti orta ağırdır. Faktla bağlı araşdırma aparılır. Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında isə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, əraziyə Nazirliyin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilən zaman yanğının 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib. Nazirliyin müdaxiləsi sayəsində yanğın genişlənməsi imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 119 kvadrat metr olan 3 otaqlı mənzilin dəhlizində bir ədəd yataq dəsti, dəhlizin divar kağızları 9 kvadrat metr sahədə, otaqların və hamamın qapıları, qismən yanıq yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 5 kvadrat metr sahədə deformasiya edib. Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin bina sakinləri təxliyə olunub.